Herkese salamlar, xoş gördük. Bu günləri sizə çoxdan cavabını gözlədiyiniz, çoxlarının maraqlandığı mövzu haqqında danışacağım. Hansı ki, mövzumuz budur ki, məni bura hansı şirkət göndərib? Hansı şirkətə güvənmək olar? Hansı şirkət həqiqətən sizin pulunuzu batırmayacaq? Yəni güvənə bilərsiniz, inana bilərsiniz. Bunun haqqında söhbət edəcəm. Məni bura Berlin Akademi göndərib. Özüm Berlin Akademiyaya o vaxtı müraciət eləmişdim 2023-cü ildə. Hələ onda hər şey təzə-təzə idi, çox da modda değildi Almanya zamanları. Instagramda səhifələrini görmüşdüm. Sonradan getdim həmin kursa. Birinci mən o kursda dil üzrə başladım. Yəni heç bir pul falan ödəməmişdim. Sadəcə dil kursuna gedirdim. Dil kursunun pulunu ödəyirdim. Sadəcə içini görmək üçün ki, yəni burada işlər necə gedir, həqiqətən göndərirlərmi, bir yalançılıq, fırıldaqçılıq varmı? Bunun üçün sadəcə içlərin aralarına girdim deyək. Ama kursa başladıqdan sonra həqiqətən gördüm ki, bunlar insanları göndərirlər. Yəni yalan deyil. Və bunu görəndən sonra yavaş-yavaş güvən başladı. Oranın rəhbəri olan Anar bəylə danışdım. Anar bəylə də məsləhətləşdim. Yəni dedim ki, budur da, yəni mən getmək istəyirəm. Mən də biraz tez getmək istəyirdim. Yəni çox da qalmaq istəmirdim. Çox da qalmaq istəmədiyimə görə dedim ki, yəni ən tez variantda getmək istəyirəm. O da mənə məsləhət gördü ki, ən tez göndərə bilərim Magnonsa. Özümlə razılaşdım. Yəni yox demədim. Hə dedim, razılaşdım. 2 ay içində demirlər ki, mənim bütün sənədlərim falan hər şey hazır idi, yerdə tapılmışdı. 3-cü ayımda da Almanyaya səfərə başladım da, beləncə bir şey oldu. Çox sürətli getdi məndə. Çünki mən artıq dil bazam var idi. Mən ora gedəndə artıq dil bazam olduğuna görə onlar prosesi tez olaraq başlatdılar. Yəni mənim bildiyim qədərilə təxmini A2-ni qutarıb B1-ə başladığınız zaman onlar artıq müraciətlərə başlayırlar. Mən də zaten A2-ni qutarmışdım, B1-ə başlayırdım deyən. Onlar da müraciətə artıq başlamışdılar. Mən də həmin arada 3 ayda əlavə vaxtım vardı ki, B1-i bitirməyə. İndi mən o vaxtı ödədiyim pulları zaten bilirsiniz. Başqa videoda danışmışam nə qədər ödəmişəm. İndi hal-hazırda təbii ki, qiymətlər fərqlidir. Bunları da bilməyiniz üçün gələ həmin şirkətlə əlaqə saxlayasınız. Gedə bilərsiniz, konsultasiya keçirin, nə bilim, Anar bəyin özü ilə danışın. Anar bəy olmadı, konsultasiya illaki kimsə var orada, yəni balaca bir şirkət deyil ki, deyək ki, tək Anar bəy işi görür. Böyük bir şirkətdir, işçilər də çoxdur. Getsəz, hər kəs orada sizə köməklik də göstərəcəklər, məsləhət də verəcəklər. Deyəcəklər, məsəl üçün, hə, diplomumuz var, bu diplomu biz tanıda bilərik, tanıda bilmərik, məsəl üçün. Tanıda bilərlərsə deyəcəklər ki, iş vizasına gedin, Ausbildinqə nə ehtiyac var? Çünki sizin diplomunuz burada rəsmi şəkildə tanınır. Yox, əgər diplomunuz yoxdursa, məsləhət görə bilərlər ki, 8 aylıq iş vizası ilə gedin. Əgər məqsədiniz sadəcə pul üçündürsə bura gəlmək. Yox, əgər həqiqətən burada bir gələcək qurmaq fikriniz varsa, onda sizə deyəcəklər ki, məsəl üçün, Ausbildinq ilə gedin, 3 il oxuyarsınız, sonra da qalıb orada rahat işləyərsiniz, Alman diplomu alarsınız. Məsəl üçün, bunlar mənim teorilərimdir. Bilmirəm, bəlkə orada da elə eyni şeylər deyəcəklər böyük ehtimalla. Çünki təbii ki, şirkətin bildiyi bizdən daha çoxdur. Amma biz də burada yaşayırıq. Kör deyilik də görürük. Kimin diplomu varsa, işlə gəlir, yeni-yeni. O vaxtlar hələ o qədər məşhur deyildi. Kimin diplomu varsa işlə gəlir. Kimin diplomu yoxdursa, deyir, mən pul qazanmaq istəyirəm. 8 aylıq iş vizası ilə gəlir, sezonluq. Kim də ki, deyir ki, mən həyatımı tamam orada qurmaq istəyirəm. Qayıtmaq fikrim yoxdur. Dil səviyyəm də yaxşıdır. Mən istəyirəm Ausbildingdən gedim. Onda həmin insanlar da Ausbildingdən gəlir. Amma Ausbildingdən gəlirsə, %100 yəni ki, dil bilməlisiniz. Bunun o tərəfi, bu tərəfi, sağı solu yoxdur. Mən 8 aylıq iş vizasında həqiqətən dilin nə qədər önəmli olub-olmadığını bilmirəm. Bunu məsələn, siz özünüz gedə bilərsiniz, orada danışa bilərsiniz. Yox, əgər həqiqətən video maraq olsa, altı yazsasınız ki, bizə məsələn mənə 8 aylıq viza maraqlıdır, xahiş edirəm, maraqlanın. Lazım olsa mən o şirkətlə zəng eləyərəm, danışaram. Anar bəyin özünlə danışaram, sizə məlumatlandıraram ki, sizə nə lazımdır, hansı sənəd lazımdır, dil biliyi nə lazımdır. Bunlar haqqında sizə məlumat verə bilərəm, burada heç bir problem yoxdur. Amma dediyim kimi, hər insan təbii ki, özü getməlidir, özü konsultasiyaya girməlidir. Şirkətin adını mən verdiyimə görə lazım gələrsə, kimsə müraciət eləyərsə, mənə bildirsin, desin ki, mən bu şirkətə getdim, müraciət elədim. Arxadayaq kimi kömək ola bilərəm sizə. Lap lazım olarsa, başa düşmədiyiniz bir şey varsa, nə isə bilmirsinizsə, mənlə əlaqə saxlaya bilərsiniz, yaza bilərsiniz.
mən sizə yol göstərə bilərəm. Və yaxud da bəzi insanlar var ki, həqiqətən ilk addım atmaqda çox çətinlik çəkirlər. Bu vaxt məndə də vardı. Yəni ilk addım atmaq hər zaman çətindir. Əgər o ilk addım ata bilmirsinizsə, nə bilim, pul vermək istəmirsiniz, tutalım ki, tam təbii, tam normal bir şeydir. Amma ən azından addım atın, dil öyrənməyə başlayın. Dil öyrənəndən sonra da bütün prosesdə yavaş-yavaş biləcəksiniz. Pulunuzu verin, gəlin. Təbii ki, pulunuz yoxdursa, pulsuz bu işləri görə bilərsiniz. Orası ayrı məsələ. Amma bəzi insanlar, məsələn, mənim kimi pulun vermək istəyir. Deyir ki, mən istəyirəm ki, işim getsin. İstəmirəm bir də sənət üzərində əlləşim, vuruşum falan. Belə insanlar üçün məsləhət görərdim ki, gedin kursa, tanışın. Yerin akademiyada bu işi artıq çox illərdir görür. Yəni bu işdə artıq professionaldılar. Onlar məndən daha yaxşı bilirlər. Prosesləri də, diplom tanıtmasını da, Ausbildingə qəbulu da, işə qəbulu da, hər cürə sizə bu barədə dəstək olacaqlar. Əlavə də nə sualınız yarandı, tutalım ki, nəsə problem oldu şirkətlə, kimsə ki, məni tanıyır, məndən bunu görüb, şirkətlə hər hansı bir əməkdaşlıq eləmək istəyir, hər hansı bir problemi varsa, o insanlar mənə yaza bilərlər, deyə bilərlər ki, bax, biz sənin adından getmişik, filan şeydə bir çətinliyimiz var, kömək elə. Belə bir şey olarsa, təbii ki, mən o şirkətlə də danışa bilərəm. Nədirsə problem həll eləməyə də çalışarıq. İnanmıram ki, hər hansı bir problem olsun, çünki onlar artıq neçə illərdir işləyirlər. Problem olsaydı çoxdan problem olardı. Zaten onlar sizə müqavilə verirlər, rəsmi şəkildə müqavilə imzalayırsınız. Yəni elə belə bir şey deyil ki, gedirsiniz pul verirsiniz, onlar sizə qarşında heç nə vermir. Belə bir şey yoxdur. Gedirsiniz, normal şəkildə müqavilə imzalayırsınız, rəsmi müqavilədir. Bu müqavilədə də şərtlər yazılır. Berlin Akademiyada zaten əgər dil bilmirsinizsə, paketlər var da, belə deyim. Dil içində dil öyrənirsiniz, həm də məsələn Ausbildingə müraciət ya da ki iş vizasına müraciət edirlər sizin üçün. İçində də dil kursu ilə birgə. Ya da onları seçə bilərsiniz. Onlar daha ucuz gəlir, nəinki dili ayrılıqda öyrənib sonra bir də şirkətə müraciət eləmək. Seçim əlbəttə ki, axırda sizə qalır. Yenə dediyim kimi, kimisə nə sualı olarsa mənə yaza bilər. Ətraflı mən onlara məlumat verə bilərəm. Amma sizə ən gözəl ətraflı məlumatı təbii ki, şirkət verəcək. Şirkətə gəlib müraciət edə bilərsiniz. Müraciət edən kimsə olarsa, lap mənə şəxsi də yaza bilər. Hər hansı bir problem olduqda da şəxsi məndən ünsiyyətə keçə bilərsiniz. Heç bir problemi yoxdur. Özünüzdən müğayət olun. Özünüzə yaxşı baxın. Heç nədən çəkinməyin. Addım atmaq lazımdır ki, gələcəyiniz üçün nəsə qura biləsiniz. Yoxsa evdə oturmaqla, telefon başında heç nə əldə edəməyəcəksiniz. Məndən sizə bir dənə bildirim kimi olsun. Özünüzdən müğayət, sağ olun, salamat qalın.